özümlə görüşürəm eləyəndə yuxunuz gəlirsə, qaçmaq istəyirsinizsə, proses sizi səbirsiz hiss elətdirirsə, yəni prosesdə olmaq mümkün olmursa, bu özümlə görüşürəmlə bağlı bir şey deyil. Biz eyni prosesləri terapiyada da görürük. Terapiyada insanların qorunma mexanizmləri işə düşür. Yəni terapiyada bir də görürsən ki, qarşındakı insan dayanmadan əsnəyir. Ya da terapiya zamanını unudur. Məsələn, bəlli saatlarda, bəlli günlərdə terapiyamız var, bilir, yetişkin bir insandır, amma unudur. Ya da həmişə terapiyaya gecikir. 5 dəqiqə belə olsa gecikir. Nəyə görə? Çünki terapiyada var olmaq çox çətin gəlir. Yəni bir tərəfdən terapiyaya getmək istəyir, baxmaq istəyir, amma digər tərəfdən də o duyğulara təmas eləmək ya da daxili dünyasına təmas eləmək, anlamaq deyək, o qədər çətin gəlir ki, terapiyadan uzaq tutmağa çalışan bir tərəfi ortaya çıxır. Biz bunu var olan qorunma mexanizmlarımız işə düşür şəklində də izah edə bilərik. Çətin gələn prosesdən bizi qorumağa çalışırlar. Özümlə görüşürəmdə də eyni proses baş verir. Nə baş verir? Sən yuxun gəlir, qaçmaq istəyirsən və yaxud da prosesdə qala bilmirsən, tez bitsin istəyirsən. Kimi ki biz bunu terapiyada çox yaşadığımız bir şeydir. Danışanlarımız saatına baxır və şey deyir. Yəni görürsən nə vaxt qurtaracaq? Bu hallarla çox qarşılaşırıq və bunun üzərinə danışırıq terapiyada. Eyni şeyi özümlə görüşürəmdə təcrübə eləyirik. Və bu çox realdır, bu çox normaldır, bu çox təbiidir. Özümlə görüşürəmdə bugün bura nəyi gətirirsən, bugün nəyi xatırlamağa ehtiyacın var sualında gətirdiyin şey, özümlə görüşürəm prosesini gətirdiyin şey, üzərində işləmək istədiyin, ona yer açmaq istədiyin bir prosesdir, bir məsələdir. Amma bunu eləmək sənin üçün çox ağırdır. Çox qorxursan, çox çəkinirsən, kənarda durmaq istəyirsən, açmaq istəmirsən, toxunmaq istəmirsən, təmas eləmək istəmirsən, bir-biri ilə konfliktdə olan, bir-biri ilə toqquşan iki yanın, iki tərəfin üzə çıxır. Mən belə anlarda nəyi tövsiyə edirəm? Sən əgər özünlə görüşürəm eləyirsən və sən görürsən ki, yox, yəni sənin yuxun gəlir və yaxud sən istəyirsən tez bitsin. Necə ki terapiyada bunu işləyirik, özünlə görüşürəm də eyni ilə bunu işlə. Tutaq ki, nə bilim, bir mövzudan tətiklənmirsən, tətikləndiyin mövzunu deyil də, tətikləndiyin mövzudan qaçan yanını, o tərəfini özümlə görüşürəmə gətir. Məsələn, yuxun gəlirsə, yuxusu gələn, əslində qaçan yanından görüş. Və gör, məsələn, biz terapiyada danışırıqsa ki, terapiyaya gecikir ya da terapiya olduğunu unudur danışan. Və biz bunun üzərinə danışırıqsa, yəni nə oldu, burada nə oldu da danışanımız tutaq ki, unutdu terapiya zamanını, halbuki həmişə gəldiyi terapiyadır. Şuurlu bir proses deyil ki, bu şuur kənarından gələn bir proses. Nə oldu orada? Eyni şeyi özümlə görüşürəm apar. Nə oldu da özümlə görüşürəmdə yuxu bastı məni? Nə oldu da səbrim çatmır bu özümlə görüşürəm oturanda ora? Sən orada onunla işləyəndə bir çox şey görə biləcəksən. Duyğularını, qorxularını, sənə çətin gələn yerləri və özünlə görüşürəmdə də zaman-zaman onlarla işlə. Hansısa prosesi aparırsan, bəlli proseslərdə ola bilər ki, bəlli məsələlərdə yuxun gəlir və bəlli məsələlərdə yuxun gəlmir. Onu apar. Yəni ilk eləyəcəyin şey qaçan tərəfinlə görüşməkdir. Sonra tətikləndiyin hər nədirsə onunla işlə. Çünki çox güman ki, bu qaçmaq, uzaq durmağa çalışmaq, bastırmağa çalışmaq çox güman ki, sənin ümumi qorunma mexanizmindir və sadəcə bir məsələdə üzə çıxmır. Sənə çətin gələn bir çox yerlərdə özünü göstərir. O bir dinamikadır. Bu arada özümlə görüşürəm haqqında danışıram, amma qorunma mexanizmləri çox vacib mexanizmdir, çox vacib hissədir. Qorunma mexanizmləri haqqında ayrıca bir proqramım da var. Hətta linkini bura bir yerlərə yerləşdirərəm. Əldə edə bilərsən, baxa bilərsən. İnsanın öz qorunma mexanizmlərindən xəbərdar olmağı ki, bəli, özümlə görüşürəm də bunu işləyə bilirsən çox rahat bir şəkildə. Öz dinamikalarını tanımağın, yəni bunun baxımından çox vacibdir. Yəni məsələn, biri var ki, sevgilin sənə gül alır və bu çox istədiyin bir şeydir və bu səni çox tətikləyir. Bu playlistin əvvəlki videolarında bunu case olaraq danışmışam deyə, misal olaraq çəkmişəm deyə, eyni prosesdən davam edirəm. Yəni biri var ki, özün də fərqinə varmadan üzərinə qışqırırsan, bir problem çıxardırsan durduğu yerdə. Biri də var ki, sən problem çıxartdığın anda başa düşürsən ki, okey, qorunma mexanizmi işə düşüb, çünki çox tətiklənmirsən və adamı həyatına uzaqlaşdırmağa çalışırsan. Çünki onun sənə verdiyi şeylər vaxtı ikən sənə verilməyən şeyləri xatırladır sənə və buna təmas eləmək çox çətin. Bu dinamikadan qorunma mexanizmlərini öyrənərək və eyni zamanda özümlə görüşürəm də bunu işləyərək. Bu şəkildə, bu kombinasiya ilə mümkün olur bu dinamikalardan nəinki xəbərdar olmaq, amma həm də onları dəyişmək. Nəticə olaraq proses bu şəkildədir. Eyni vəziyyəti yaşayırsansa,
qoruma mexanizmları öyrən. Onsuz da o qoruma mexanizmları proqramında hansı qoruma mexanizmları var, sən hansılardan harda istifadə edirsən, bunları danışmışam. Praktiki bir şəkildə də eyni zamanda. Özümdən görüşürəm də işlər. Bunun özü bir terapiyadır. Bunun özü bir prosesdir. Bunun özü bir işdir.